görə əminəm ki, maraqlı, e, produktiv bir təlim keçəcək və hamının belə deyək, xoşuna gələn suallarına cavab tapdığı bir təlim olacaq. E, Ümid edirəm səsim gəlir, görüntü var və şey qaydasındadır, düzdür? Çok güzel. Başlayalım o zaman təlimimizə. İlk öncə təlimimizin başlığıyla start götürək. Süni intellekt və insan. Ümumiyyətlə, e, müasir dövrün, kompüter dövrünün, 21-ci əsrin ən böyük tələbatlarından biri internetdir və İnternet həyatımızın ən önəmli parçalarından biridir. Biz istər-istəməz işimizi quranda, hər gün yuxudan qalxanda və yaxud da yatanda internetin hər hansı bir vasitəsindən istifadə edirik və təbii ki, internet üçün interneti müəyyən cihazlarla istifadə edirik. Bu cihazlar həyatımızın artıq mərkəzinə oturub, bura kompüter, planşet, telefon və sairə daxildir və illərdir ki, artıq real şəkildə həyatımızı bunlarsız təsəvvür edə bilmirik. Artıq son illərdə həyatımıza süni intellekt vasitələri də daxil olur və get-gedə onlar da digər cihazlar kimi, digər vasitələr kimi həyatımızda adiləşir. Yəni bir sözlə desək, bir neçə ildən sonra düşünürük ki, internet kimi, telefon kimi, kompüter kimi, planşet kimi süni intellekt artıq həyatımızın adi e, cihazlarından biri olacaq. Hansı ki, süni intellekt hal-hazırda cihaz deyil, amma cihaz vasitəsinə çevrilir və gündəlik istifadə etdiyimiz cihazlardan biri olacaq. Yəni bu yöndə artıq işlər aparılır və bir neçə ilə bəlkə də daha tez süni intellekt cihazlarını da həyatımıza daxil edəcəklər. Yaxşı, bəs süni intellekt nədir? İnsanın həyatında, müasir insan həyatında rolu nədir? Yaxın e, dəqiqələr ərzində bu suallara cavab tapmağa çalışacağıq. Bildirim ki, süni intellekt adından da bildiğin kimi insanlar tərəfindən düzəldilən və süni şəkildə inkişaf elətdirilən bir intellekt növüdür. Ümumiyyətlə, intellekt nədir? İlk öncə buna cavab verək. İki tip intellekt artıq tanıyırıq. Biri təbii intellekt, hansı ki insanın sahib olduğu, biri də süni intellekt, hansı ki insanların özlərinin belə deyək, ortaya atdığı, inkişaf etdirdiyi, modelləşdirdiyi və bu gün istifadəmizə verdiyi intellekt növüdür. Təbii intellekt insan intellektidir və bu illər ərzində təkamül prosesindən keçərək həyatımıza yerləşib. Və biz bu prosesdə, milyon illik prosesdə yaxşı və pis tərəflərini nəzərə alsaq, indiki müasir insanı dünyanın ən önəmli canlısına çevirən, dünyanın mərkəzinə gətirən elə məhz intellektinin olmağıdır və digər canlılardan fərqləndirən ən önəmli xüsusiyyətdir. Və bu yaxşı bir prosesmi olub? İntellekt, təbii intellekt təkamül prosesini yaxşı mı keçib? Xeyr, yaxşı keçməyib. Çox əksikləri var. Məsələn, uzağa çıxsaq, planetimizi tərk etsək, kənardan özümüzə baxsaq, görərik ki, yaxın 300, 400, 500 kilometr radiusda canlı izi belə yoxdur. Yəni söhbət milyonlarla kilometrdən gedir. Təbii ki, indi bu scale bildirmək istəmirəm. Canlının izi belə yoxdur, canlılığın izi belə yoxdur, amma biz var olan təkcə planetə, təkcə canlılar olaraq belə deyək, təkcə intellektli canlılar olaraq bomba düzəldib bir-birimizin başına atırıq. Yəni biz bu prosesi də, yəni intellekt alma prosesini də yaxşı keçməmişik. Amma istəyirik ki, insanlıq olaraq süni intellekt prosesini yaxşı keçək. Çünki artıq əgər əskiklərini düzəltmək bizim əlimizdədir. Və süni intellekt modellərdə insan beyni kimi, insan beynində necə ki neyronlar var və orada sinapslər gedir. Süni intellekt isə bu treyninqlər vasitəsilə baş verir. Bunun bir çox modeli var, bunun bir çox belə deyək, inkişaf etmə növü var, amma ən əsas növü LLM-lərdir. Yəni Large Language Models deyirlər buna İngiliscə. Bəsit şəkildə desək, qaba şəkildə desək, bəlkə də siz yazı yazırsınız, o da sizə yazınıza uyğun olaraq cavab verir və süni intellektlər belə inkişaf etdirilir və çoxlu suallar, cavablar, mətnlər, belə deyək, çoxlu data təqdim edildiyi halda daha da yaxşı inkişaf edir və bizim suallarımızı daha aydın şəkildə, daha geniş şəkildə cavablandırır. Bugünkü süni intellektin həyatımızda artıq yeri hər şey deməkdir. Biz günlük informasiyanı əvvəllər necə Google-dan öyrənirdiksə, artıq süni intellektdən öyrənirik və bu insanların arasında böyük bir
belə deyək, problem də yaratmağa başlayıb. Hansı ki, ən böyük problemlərdən biri də insanların öz işlərini itirməyi ilə bağlıdır və ən çox verilən suallardan da biri süni intellekt üçün məhz budur ki, süni intellektin varlığı insanların real gündəlik işlərini itirməyinə təkan verəcək, səbəb olacaq və bir çox iş sahələrini aradan qaldıracaq. Bəli, bu gün reallıqdır, həqiqətdir, düzdür. Amma işin arxasında, işin mətbəxində bunun səbəbi süni intellekt deyil. Mən deyərdim ki, süni intellekt insan olma vəsfini ən önəmli yerə çıxartdığı bir vasitədir və hazırda məhz süni intellekt vasitəsilə insanların dövrü başlayır. Yəni bacarıqlı insanların dövrü başlayır və süni intellekt artıq bizim kim olduğumuzu, həqiqətən bacarıqlı olub olmadığımızın ortaya çıxması üçün artıq əlindən gələni hər şey edir. Mən bununla nə demək istəyirəm? Onu demək istəyirəm ki, gəlin bu reallığı ilk öncə qəbul edək. Biz heç vaxt insan olaraq artıq süni intellektdən daha ağıllı olmayacağıq. Çünki bizim beynimizin bir limiti var, ə, yəni belə desək, qaba dillə desək, bir kapasitesi var və onun ə, digər tərəfinə keçə bilməyəcəyik. Amma süni intellektdə belə bir limit yoxdur. Necə yoxdur? Yəni bir bulut sistemidir və limitsiz sayda informasiyanı ora göndərmək olar. İnformasiya miqdarı da həqiqətən çoxdur. Düşünsək ki, insanlıq tarixinin 2020-ci ilə qədər ə, reduce etdiyi, yəni ortaya qoyduğu informasiyanın həcmi 2020-ci ildən bu günə qədər olan informasiya həcmindən 100 dəfələrlə daha azdır. Yəni biz dünya yaranandan 2020-ci ilə qədər yaratdığımız informasiyanın həcmi, bir daha qeyd edirəm, 2020-ci ildən bu günə qədər olan yaranan informasiyanın sayından yüzlərlə dəfə daha azdır. Bu çox böyük bir hürküdücü, qorxunc bir statistikadır və təbii ki, insan beyni bu qədər informasiyanı depolaya bilməz, saxlaya bilməz. Amma süni intellektdə belə bir limit yoxdur və bu limit olmamağı da və hər gün də inkişaf etdirir. Yəni sırf bu istiqamətdə süni intellektin inkişafı da onu göstərir ki, insan heç vaxt artıq süni intellektdən daha ağıllı olmayacaq. Bu texniki cəhətdən belədir. Amma bunun bir də emosional tərəfi var və insan həmişə süni intellektdən üstün olacaq emosional tərəfdə. Çünki emosionallıq bizim beynimizdə baş verən kimyəvi maddələrin ə, günlük yəni salgılanmasının miqdarına bərabərdir. Yəni bizim hiss etdiklərimiz burada daha çox neyron, həmin o kimyəvi maddələr, belə deyək, dopamin, adrenalin, endorfin, serotonin və sairə kimi kimyəvi maddələrin beynimizdəki salgılanması, onun belə deyək, miqdarı və o bizim sinir sistemimizlə digər nöqtələrə ötürülməyi ilə bərabərdirsə, süni intellektdə belə bir şey yoxdur. Yəni kimyəvi maddə yoxdur ortada. Ona görə də hissiz, emosiyasız bir belə deyək, intellekt növü qarşımızdadır və yaxın illərdə də bunun emosiyalı tərəfi düşünülmür, yəni ortaya atıla bilməz. Çünki bu çox böyük bir proses tələb edəcək. Biz çünki tarix boyunca öz emosiyalarımızı, doğrularımızı, yanlışlarımızı əliyərək ortaya qoymuşuq, təkamüldən keçirmişik və hal-hazırda isə bizim yanlışlarımız və doğrularımız var. Hətta bizim yanlışlarımız, doğrularımız belə hamı üçün stabil deyil. Çünki dünyada fikir ayrılığı olan milyonlarla, milyardlarla insan var. Hal-hazırda bu qrupda belə hər kəs eyni cür düşünmür, hər kəs eyni cür inanmır, hər kəs eyni cür bilmir, eyni qədər bilmir. Ona görə də bu bizim emosional tərəfimizdir. Amma texniki tərəfdən qeyd etdiyim kimi süni intellekt ən ağıllıdır və heç vaxt insan ondan ağıllı olmayacaq. Texniki tərəfi reallığımız belədir və süni intellekt artıq bizim emosional tərəflərimizi qabartmağa və daha çox da yaradıcılıq qabiliyyətimizi üzə çıxartmağa bizi sövq edəcək. Hansı ki, işlərimizdə, günlük həyatımızda, bizneslərdə və s. Yəni, bugün götürsək ki, proqramlaşdırma, IT sahəsi və s. kod yazma, insanlar külli miqdarda pullar xərcləymişdilər ki,
proqramlaşdırma dillərini öyrənsinlər. Amma bu gün süni intellekt vasitələri heç bir kod bilgisi olmadan sizə mobil tətbiqlər və veb saytlar verə bilir. Hansı ki, mən özüm belə məsələn tutaq ki, heç bir kod bilgim yoxdur. Python, HTML falan bilmirəm, amma veb sayt, mobil app və s. dizayn edə bilirəm. Yəni sırf yəni interfeyslə, sırf prompt yazmaqla bunu dizayn edə bilirəm, istifadə edə bilirəm günlük həyatımda. Və bu artıq işin texniki tərəfinin hara gəldiyinin bariz nümunəsidir. Amma artıq yaradıcılıq tərəfi qabarır. Artıq yaradıcılıq tərəfi insanın ən önəmli tərəflərindən biri olan yaradıcılıq tərəfi işə düşməyə başlayır və böyük institutlar, böyük korporasiyalar, böyük şirkətlər bu gün insandan bu bacarıqları tələb edir. Yəni, məsələn, götürək, dünyada hal-hazırda ən çox maaşı olan işlərdən biri prompt engineeringdir, İngiliscə belə deyək, prompt mühəndisliyi. Məsələn, mən bir kurs rəhbəriyəm. Biz məsələn tədris veririk, ingilis dilində tədris veririk və bu gün süni intellekt var həyatımızda. Həmişə də öz işçilərimizlə, komandamla bu suala cavab tapmağa çalışırıq ki, Bakıda bu qədər kurs var, bu qədər ingilis dili tədris edən mərkəz var, və yaxud da riyaziyyat tədris edən mərkəz var. Yəni bir çox şey, yəni tədris edən mərkəz var. Bu və süni intellekt də var. Biz nəyi düzgün etməliyik ki, müştəri bazası bizi seçsin? Burada artıq yenə də cavab gedib çıxır İngi emosional tərəfə. Yəni biz insanların hisslərini anlamalı, onlarla insan kimi belə deyək, yəni qarşılıqlı əlaqə olaraq, yəni əlaqədə olmalı, bunu qorumalı, emosional tərəflərimizi belə deyək, ön plana çıxardaraq tədris planları düzəltməli və texniki tərəflərini də birbaşa artıq süni intellekt vasitələrindən istifadə edərək hazırlamalıyıq. Bu birmənalı şəkildə belədir. Çünki hələ primitiv olaraq dil öyrənməni götürsək, dil öyrənmə ibtidai bir bacarıqdır. İnsan anadan olandan dil öyrənir və həyatda lal, nitq qüsuru olmayıb da danışa bilməyən bir adam yoxdur. Bu ibtidai bir bacarıqdır, instinktiv bir bacarıqdır dediyim kimi və biz bunun dil öyrənmənin prosesinə baxsaq, insan dünyaya gəlir və başlayır yanındakı insanlardan eşitdiklərini imitasiya eləməyə və müəyyən ildən sonra danışmağa başlayır. Bu 2-3 insana görə dəyişir, 4 il çəkir və amma həmin dilin, danışdığın dilin əlifbasını, yəni daha doğrusu texniki tərəflərini öyrənməyə başlayır 6 yaşında, 7 yaşında məktəbə gedərkən. Deməli, texniki tərəflər artıq önəm daşımır insan üçün dil öyrənməyə. O sadəcə eşitdiklərini imitasiya edərək və təkrarlayaraq həmin dil bacarıqlarına sahib ola bilir. Bu emosional tərəfidir. Yəni insanlar aqressiv sözləri də belə öyrənir anadan olanda, xoş sözləri də belə öyrənir, mülayim sözləri də belə öyrənir, romantik sözləri də belə öyrənir və s. O emosiya yüklənmiş sözlər olaraq biz bu sözlərdən istifadə edirik. Amma sözün texniki olaraq mənası stabil olaraq qalır. Elə götürək, məsələn, primitiv bir misal çəkək ki, mənim səndən gözüm su içmir ifadəsinin, bu bir ifadədir. Hansı tondan deməyimizdən asılı olaraq həmin ifadənin mənası və prinsipi dəyişir. Səslənməsindən asılı olaraq da dəyişir. Belə deyək, onun üzərindəki vurğudan asılı olaraq da dəyişir. Amma ifadə texniki olaraq dəyişmir, qrammatik olaraq dəyişmir. Yəni süni intellektdə də belədir vəziyyət hal-hazırki günümüzdə. Texniki olaraq bilgiləri biz süni intellektdən təbii ki, əldə etməliyik. Bu birmənalı şəkildə belədir. Biz nəinki kitablar, nəinki insanlar, yəni vahidlər süni intellektdən ağıllı deyil artıq və heç vaxt olmayacaq. Yəni belə bir mübarizəni kənara qoymalıyıq. Mən fikir verirəm ki, artıq süni intellekt çıxandan bir çox ölkə, sonra şirkətlər, sonra qurumlar, kiçilə gəlib süni intellektə qarşı bir propaganda aparmağa istəyirlər. İndi də valideynlər övladlarının süni intellekt vasitələrinin istifadəsini əsla istəmirlər. Amma reallıq nədir? İstədilər, istəmədilər. Bu günümüzün reallığıdır, həyatımızın mərkəzidir və biz bu vasitələr adaptasiyanı artıq böyük həcmdə yəni adaptasiya olmalıyıq və böyük həcmdə biz bunun istifadəsinə başlamalıyıq. Həm ölkə olaraq, həm individuallar olaraq, yəni adi vətəndaşlar olaraq. Amma sadəcə bunu etik istifadəsini təbliğ etməliyik və etik istifadə edildiyi müddətcə süni intellekt vasitələri bizim üçün məna kəsb etməyə başlayır. Amma təəssüflər olsun ki, Azərbaycanda valideyn, müəllim, şagird üçbucaqları
düzgün tənzimlənmədiyi üçün ibtidai siniflərdən ə, Azərbaycanlı əksəri uşaqlar bunu qeyri-etik olaraq istifadə etməyə başladılar. Belə deyək, valideynlərin əksəriyyətinin başı çıxmadı və uşaqlar öyrəndi internetdən və sairə kimi yerlərdən və başladılar həm müəllimlərini, həm də valideynlərini aldatmağa, ev tapşırıqlarını süni intellektdə həll etdirməyə və sairə və ilaxır. Bir növ qeyri-etik istifadə onların texniki bacarıqlarının kütləşməsinə səbəb olur və müəyyən müddət sonra artıq cəmiyyətdə siz ən primitiv informasiyanı belə bilməyib süni intellektdən soruşan fərdlər görəcəksiniz. Amma bunda kimlər daha yaxşı istifadə etməyə başladı? Özünü öyrənməyə, inkişaf etməyə marağı olub, texniki tərəflərini inkişaf etdirmək üçün dediyim kimi süni intellektdən kömək alan insanlar daha yaxşı istifadə etməyə başladı. Artıq bunu gəlirə çevirdilər və bu gün həyatımıza cəmi 2-3 ildə daxil olan süni intellektin hansı ki ən yaxşı formaları heç 4-5 ay deyil həyatımıza girib, insanlar artıq milyonlarla gəlir əldə etməkdədirlər bu vasitələrdən. Bura təbii ki, ChatGPT, Gemini, Cloud və sairə kimi digər vasitələr, yəni süni intellekt vasitələri daxildir. Və bunu belə deyək, ağıllı adamlar ağıllı istifadə edib gəlirə çevirdilər, həyatlarının ən önəmli hissəsinə, bizneslərinə çevirdilər və digər insanlar da sadəcə gülməli, əyləncəli videolar düzəldə, nə bilim, ev tapşırıqlarını buna etdirə fərqli üsullarla istifadə etdilər və təəssüf ki, Azərbaycanda da ən çox istifadə olunan üslubu oldu və birmənalı şəkildə aldatmağa, valideyni, həm müəllimini və s. aldatmağa yönəlik istifadə nümunələri gördük və gördük ki, artıq uşaqlarımızda ən bəsit şeyləri belə süni intellekt vasitəsilə etmək olur. Mənim məsələn şagirdlərim var, bəzən adi primitiv vurmanı belə ChatGPT ilə etməyə artıq başlayıblar. Bu çox böyük bir problemdir. Hal-hazırda çox böyük bir problemdir. Çünki belə bir inanc var valideynlər arasında artıq və yaxud da müəssisələr arasında süni intellekt artıq hamının işini əlindən aldı. Xeyr, süni intellekti istifadə edə bilməyənlərin işlərini əlindən alacaqdır. Yəni, bu reallıqdır. Süni intellekti iş mühitində, ümumiyyətlə kompüter iş mühitində istifadə edə bilməyənlərin işini əlindən alacaq və almalıdır da. Artıq bu, belə deyək, bu ələnmə olmalıdır. Bu ələkdən keçməlidir insanlıq və artıq həqiqətən bacarığı olan, yaradıcı düşüncəli olan insanlar yəni iş mühitində, biznes mühitində olmalıdırlar. Bu mənim şəxsən inancımdır. Çünki bu günə qədər biz görmüşük, işinin peşəkarı olmayan, işini düzgün görməyən insan hər hansı bir vasitələrlə artıq belə deyək, müəyyən vəzifələr tutublar, müəyyən işlər görüblər. Hər bir strukturda biz bunun şahidi olmuşuq, amma bu gün süni intellekt bütün bu stereotipləri aradan qaldırır və artıq onların texniki biliklərinin heç də lazım olmadığını ortaya qoyur və artıq artıq bizə açıq şəkildə göstərir ki, bəli, bizə sizin insani, yaradıcı fikirləri daha çox önəmlidir, yaradıcı bacarıqları daha çox önəmlidir və biz bunu da istəyirik ki, yəni ki, inkişaf mərhələsi bu istiqamətdə də getsin insanlar üçün və bizim insanlarımız da artıq yəni yaradıcı düşünsünlər, bizim insanlarımız da fərqinə varsınlar ki, süni intellekt bizdən nə istəyir gələcək iş mühitində, hal-hazırdakı mühitdə nə istəyir və s. və ilaxır. Yəni, reallığımız bundan ibarətdir. Növbəti mərhələsi isə süni intellektin artıq bugünkü mərhələsi LLM-lərdirsə, hansı ki biz LLM-lər üzərindən işləyirik, bildiyim kimi Large Language Models, yəni prompt yazaraq nəticə əldə etmək. Artıq növbəti mərhələsi süni AI 2.0 isə artıq cihazlarla bağlı olacaq. OpenAI şirkəti bu haqda artıq rəsmi açıqlama verib, müəyyən telefon tipli süni intellekt cihazları düzəldəcəklər və həyatımıza inteqrasiya edəcək o cihazlar və böyük ehtimalla da bir neçə ildən sonra da adiləşəcək, günlük istifadəmizə çevriləcək. Hansı ki, telefonlar həyatımıza necə girdi. Yadınızdadırsa 2000-lərin əvvəllərində internet anlayışı belə bir anlayış idi. Çox kiçik sürətlərlə müəyyən veb saytlarda sırf məlumat axtarma Google-da və bəsit məlumatlara çata bilən insanları belə ağıllı adlandırırdılar. Çünki internetdən maksimum istifadə edə bilirdi həmin insanlar. Amma bugün artıq
internetimizin, evdəki internetimizin sürəti belə, yəni bizə yetmir, qıcıq yaradır, mübahisə səbəbi olur. 1 megabit internet sürəti, yəni zəifləyən kimi həmin provayderin şirkətə zəng vurub artıq acı sözlər deməyə başlayırıq. Çünki sürət həyatımızın ən önəmli hissəsinə çevrilib bu gün və sürətli, biz hər bir şeyi sürətli sevirik. Hal-hazırda həyatımızda hər bir şeyi sürətli sevirik. Sürətli maşınlar sevirik, sürətli internet sevirik və sürətli məlumat ötürücüləri sevirik. Fikir verin, məsələn, YouTube. Ə, Artıq YouTube-da əvvəllər biz 1 saatlıq, 2 saatlıq sənədli filmlərə necə həvəslə baxırdıqsa, indi bütün videoları qabağa verərək izləyirik ki, əsas məğzini anlayaq və bu məğzdən də kənara çıxmayaq. Yəni bizim üçün ən önəmli olan detal artıq odur ki, ə, söhbət nədən gedir, qısa olsun, bizi yormasın, vaxtımızı almasın. Biz bu scroll up and down texnikasından da artıq görürük ki, insanlara elə öyrəşdiriblər ki, məlumatı aldı, kiçik porsiyalar alında ötürsün. Bunu TikTok platforması daha çox insanların həyatına soxdu və TikTok platforması da əvvəllər məlumatınız var ya da yoxdur bilmirəm, əvvəllər başqa bir ad altında fəaliyyət göstərirdi. Musical.ly adı altında uğurlu olmayan bir proyekt idi və TikTok adına çevirdilər proyekti və onlara belə bir data lazım idi. İnsanlar nə qədər, neçə dəqiqə, saniyə hər videoya vaxt ayırır və bunun üçün küllü miqdarda YouTube şirkətinə pul ödəmişlər. Onda YouTube Google'un daxilində deyildi və bu datanı YouTube onlara vermişdi ki, ortalama videoya baxma 16,5 saniyədir insanlarda. Ortalamadan söhbət gedir. Və TikTok da 15 saniyəlik bir platform olaraq işığımızı görmüşdü və çox da, belə deyək, rəğbət gördü. Dünyanın ən önəmli sosial platformalarından birinə çevirdi. Təəssüflər olsun ki, Azərbaycan insanı onunla düzgün istifadə etmədi. Amma söhbət hər kəsdən getmir təbii ki. İndi reallığımızı görürsüz, bu günümüzü görürsüz TikTok platformamızın. Amma yəni TikTok platforması əslində insana çox böyük bir bacarığını ortaya çıxartma şansı verdi. Yaradıcılığı qısa müddətdə göstərmə. İnsanların önündə 15 saniyəniz var ki, özünüzün fərqli olduğunu göstərəsiniz. Və sonradan bu video həcmləri şirkətin öz korporativ qaydaları, biznes düşüncələri, long-term investment, hər bir şey nəzərə alınaraq videoların həcmləri, dəqiqələri, müddətləri uzadıldı. 30 saniyə, 1 dəqiqə, 3 dəqiqə, 15 dəqiqə və s. Amma ilk öncə 15 saniyə qaydası var idi ki, hansı ki bizim özümüzün belə ortalama 40-45 dəqiqə videoya 10-15 saniyə içində qərar veririk ki, bu yaxşı videodurmu, pis videodurmu? Bunun səbəbi də nədir? Sürət. Biz hər şeyi artıq sürətli sevirik. Məlumat almağı belə sürətli sevirik və süni intellekt əslində həyatımıza bunu gətirdi. Yəni sürətli texniki bilgini al, onun üzərini düzəlt, bəzə, ora yaradıcılıq əlavə et və sat. Artıq şirkətlərin prinsipi budur. Ona görə də dünyanın top şirkətlərindən, yəni götürsək Google-un özündə, Microsoft-da və s. tipli şirkətlərdə dayanmadan belə deyək, personal ixtisarları baş verir. Çünki artıq texniki məsələlərini süni intellekt özlərinin yaratdıqları, belə deyək, süni intellekt vasitələrini gördürürlər. Artıq lazım deyil orada bir insana oturmağı və s. və ilaxır. İş oraya çatıb ki, süni intellekt artıq automationlar da eləyə bilir API-lar vasitəsilə. Yəni siz gecə yatdığınız halda sizin üçün pul qazanıb, müştərinizi tapıb, onunla danışıb, kartınızı göndərib və yaxud da rekvizitinizi göndərib, pulunuzu qəbul edib, invoice-unuzu arxivə yönləndirə bilir. Siz yatmışkən belə bunu özü edə bilir və bir süni intellekt vasitəsi bunu edə bilir. Bunun üçün 10 fərqli işçiyə maaş ödəməyə artıq ehtiyac yoxdur. Bəs deyəcəksiniz ki, onda biz nəyə lazımıq? Dediyim kimi, yaradıcı tərəfində. Amerikada hal-hazırda ən çox maaş belə deyək, təklif edilən peşələrdən biri məhz bu prompt engineeringdir. Yəni prompt mühəndisliyidir. Niyə? Çünki sırf yaradıcı bacarıqlar orada tələb olunur insanlardan ki, onlar yəni daha yaradıcı promptlar yazsın və süni intellekt vasitəsi də onlara daha geniş, daha ətraflı, daha əlverişli məlumat versin. Yəni mənim ChatGPT-də axtardığımla professional bir prompterın yəni axtardığı eyni deyil və alacağı nəticə də eyni deyil. Yəni məşhur fəlsəfəçi Seth Godin'in gözəl bir sözü var. Bildirir ki,
Süni intellekt vasitələri sizə bomba düzəltməyi öyrətməyəcək. Amma bombanın bütün detallarını düzəltməyi öyrədir. Bir zəhmət bombanı da özünüz düzəldin. Təbii ki, burada söhbət bombadan getmir. Yəni illegal bir şeyi özünü öyrətməyəcək sizə. Amma onun bütün daxili strukturunu öyrədəcək. Yəni bir zəhmət də onu artıq özünüz düzəldin. Yəni yaradıcılıq burada artıq tələb olunur və sırf insanı görülməsi istənilən yer artıq buradır. Və qalan bütün dediyim kimi texniki vasitələr, texniki həlləri süni intellekt bizim üçün verəcək. Sadəcə insan qərarları süni intellekt tərəfindən dediyim kimi verilə bilər. Çünki ortada bir emosiya olmayacaq və emosiyasız halda ə, belədir. Yəni emosiya olmayacaq halda süni intellektin verəcəyi qərarlar insanlar üçün təbii ki, istifadəyə yararlı məlumatlar olmayacaq və onları bəlkə də aqressivləşdirəcək, bəlkə də öldürəcək. Yəni indi bu yəni neqativ ifadələr istifadə etmək istəmirəm, amma reallığımız budur. Hətta bunlara aid internetdə hər gün mimlər paylaşılır YouTube'da və yaxud da Instagramda özünüz də görürsünüz ki, emosiyasız süni intellektin yaratdığı bəzən fəsadlar cavablarını ki, fəsadlar insanların həyatına son qoymağa belə gətirib çıxardır. Psixoloji cəhətdən zəif insanlardan gedir söhbətlər və bu çox təəssüf ki, ə, yəni real hadisələrdir. Artıq dünyada insanlar süni intellekt üzərindən ölməyə başlayıblar. Onun ucbatından deyək. Məsələn, mən uzun müddətdir ki, süni intellekt təlimləri verirəm. Biz həm bunu şirkət olaraq edirik, uşaqlar üçün, həm böyük olaraq edirik və burada ən önəmli gördüyümüz nüans nədir? Uşaqlar hələ də, təlimlərimizə qatılan uşaqlar hələ də süni intellekt vasitələrini sualları cavablandırmaq üçün, belə deyək, cavab oğurluğu etmək üçün, valideynlərini və müəllimlərini razı salmaq üçün istifadə edirlər. Söhbət əksəriyyətdən gedir təbii ki. Bir də çalışırıq ki, onlara onun etik istifadəsini aşılayaq, günlük həyatlarında bir vasitəçi olduğunu, yəni aşılayaq, amma təkcə bizim edəcəyimiz bir şey deyil. Biz fərd olaraq, nə bilim, individuallar olaraq bunu edəməliyik. Bu cəmiyyətimizin almalı olduğu bir qərardır və valideynlər də burada böyük bir, necə deyərlər, yəni valideynlərin üzərinə böyük bir məsuliyyət düşür. Mən təəssüf ki, ə, Azərbaycandakı ibtidai təhsilin normalarının düzgün təşkil edilmədiyinin qənaətindəyəm. Həmişə də bunu müdafiə edirəm. Getdiyim yerlərdə, istər efirdə, istər təlimlərimdə, dərslərimdə bunu müdafiə edirəm. Çünki inandığımı müdafiə edirəm və inanıram ki, Azərbaycanın ən böyük problemi ibtidai sinif təhsilinin düzgün təşkil edilməməyidir və müəllim, şagird valideyn üçbucağının düzgün qurulmamağıdır və bu böyük fəsadları gətirib çıxardır ki, hansı ki, süni intellektdə hal-hazırda o fəsadları qabardır və bizim gələcəyimizi yerlə bir edir. Mən düşünürəm ki, biz əgər ölkə olaraq, cəmiyyət olaraq, xalq olaraq bu fəsadı aradan qaldırsaq, bu üçbucağı düzgün tənzimləsək, ibtidai sinif təhsilini məsələn, ingilislər kimi, Amerikalılar yox, Amerikalıları qoyaq kənara, ingilislər kimi, Çinlilər kimi, Sinqapurlular kimi, Hindistanlılar kimi təşkil etsək, həqiqətən də cəmiyyət olaraq böyük bir deyək ki, təkamül, böyük bir proses, böyük bir sıçrayışın içindən keçmiş olaraq və süni intellekt də bizim həyatımıza rəng qatar və güc qatar və biz bu prosesi çox böyük sürətləndirmiş olaraq, belə deyək, əgər 5 il edəcəyimizi 1 il etmiş olaraq. Amma təəssüf ki, bunda hələ ki insanlar maraqlı deyillər. Bu çox böyük bir tədris mövzusudur. Ona görə burada girmək istəmirəm bu mövzulara. Yəqin ki, əksəriyyətiniz nə demək istədiyimi anlayırsınız və təəssüf ki, belə bir şeylərin ölkəmizdə baş verməməyi də süni intellektin etik istifadəsinin ə, düzgün təbliğatının insanlara olmasına gətirib çıxardır. Yəni biz nə qədər bunu etik şəkildə etsək də, valideynlər özləri öz övladlarını cavab oğurluğuna, nə bilim, daha tez qabağa düşməyə, ən yaxşı balı yığmaq üçün əlindən gələni etməyə sövq edirlər və bu da bizim etdiyimiz işi kölgədə qoyur. Və sabah həmin valideynlər övladlarının xarici universitetlərdə təhsil ala bilməməsindən narazılıq edəcəklər. Sabah həmin valideynlər niyə görə uşaqlarının yüksək bal toplaya bilməməsi, suallar ünvanlamağa başlayacaqlar müəllimlərə, direktorlara və yaxud da digər təhsil strukturlarına və bu da həqiqətən də böyük fəsadları gətirib çıxardacaq. Və bu gün Azərbaycan üçün süni intellekt nədirsə, bütün dünya içində elə odur. Bəli, böyük ölkələr var, böyük ölkələr artıq süni intellekti fərqli cür istifadə edirlər. Bura Amerika, bura Avstraliya, Kanada, İngiltərə.
Almanya vesaire kimi ölkələr daxildir. Amma bizim kimi ölkələrlə də o digər ölkələrdə istifadə olunan süni intellektin, yəni bizim ölkədə istifadə olunan süni intellekt vasitələri, Amerikada istifadə olunan süni intellekt vasitələri eyni vasitələrdir. Amma fərqli motivlərdə istifadə olunduğu üçün onlar bunu gəlilə çevirməyi, onlar bunu həyatlarına belə deyək, məna qatmağı, ə, yəni məna qatmaq üçün istifadə edə bilirlər, amma biz təəssüf ki, bunu edə bilmirik və iş də gəlib çıxır sonda bizim əziyyət çəkəcəyimiz yerə. Çünki ora doğru gedir. Biz müəllimlər olaraq çox böyük əziyyət çəkəcəyik bundan bağlı. Çünki dediyim kimi artıq başlanılıb. Mənim elə şagirdlərim var ki, bəsit vurmanı belə kalkulyatorda yəni hesablayırlar, süni intellekti hesablatdırırlar, onun həllini süni intellektdə baxırlar və s. Artıq buna yəni finger memory deyilir, yəni barmaq yaddaşı deyilir. Sual ünvanlayanda insanlara sualın cavabını düşünmək yerinə vasitəni axtarır ki, telefonda mən bunun cavabına necə baxım, və ya fotoməsdən və yaxud da süni intellektdən və s. Bu getdikcə alışqanlıq halını almağa başlayır və o 20 ildən sonra belə bir cəmiyyət, artıq heç nə bilməyən cəmiyyət çox böyük fəsadlara gətirib çıxardır bir ölkə üçün, bir xalq üçün. Süni intellekt və insan deyəndə bəli, məhz budur problemimiz və biz süni intellektlə müharibəni dayandırmalıyıq. Bizim insanımız süni intellekt, bizim insanımız xalqımıza deməyək, çünki süni intellektdən daha çox istifadə edən tərəf əhalinin əksəriyyəti Bakıdadır, rayonlarda böyük qism, yəni söhbət yaşlı nəsildən gedir. Böyük qism Bakıda çox dərin bir ilgisi yoxdur və hələ ki Bakıda daha çox istifadə olunan böyüklər və kiçiklər tərəfindən və biz artıq insanlarımıza aşılamalıyıq ki, övladım, balam, sən heç vaxt süni intellektdən texniki cəhətdən ağıllı ola bilməyəcəksən artıq. İstiqamətini fərqli götür. Necə ki 2000-lərin əvvəlində bu inqilab baş verdi. Məsələn, siz hal-hazırda qrafik dizayner kimi fəaliyyət göstərən bir nəfərin valideyninə 2000-ci illərin əvvəllərində ya 90-cı illərin sonunda desəydiniz ki, oğlunuz, qızınız böyüyüb nə olacaq? Əmin olun ki, qrafik dizayn sözünü deyə bilməzsiniz. Çünki Azərbaycanda belə bir ifadə yox idi və e, yəni belə bir peşə yox idi. Amma bu gün ölmüş peşələrdən biri sayılır süni intellektə görə. Çox kiçik zamanda doğuldu, işini gördü və ölməkdədir, belə deyək. Yəni, ölmüş deməyə ölməkdədir. Çünki artıq Canva, artıq Gemini 2 Pro və s. kimi vasitələr bir qrafik dizaynerin görəcəyi işin hardasa təbii ki, hamısını yox, bu qədər qrafik dizayn işini kiçildə bilməliyik təbii ki, amma böyük bir miqdarını artıq görməyə başlayıb. Məsələn, dizayndakı istifadə olunan rənglərin kodları, istifadə olunan yazı fontları və s. artıq onları anlamağa, dərk etməyə başlayıb və yüksək səviyyədə dizayn edən süni intellekt vasitələri var. Və biz necə ki qəbul etmirdik 2000-lərin əvvəlində dizaynerlik və s. kimi müasir peşələri, necə ki valideynlərimizin ağlında ancaq dövlət işi, neft işi, müəllimlik, polislik və s. kimi sektorlar, təbii ki, mən bunların pis sektor olduğunu qəti şəkildə demirəm, bu yəni, bir məna olaraq belədir. Necə ki qəbul edə bilmirdi və ən yüksək işlərin o işlər olduğunu düşündü valideynlərimiz və o düşüncəyə görə övladlarımız, bizim nəslimiz, gənc nəsil neçə il dala düşdü. Eyni tendensiya süni intellektdə də baş verməkdədir və təəssüf ki, dərk etməyən valideyn hələ də yəni mübarizə aparır. Övladının ona qarşı mübarizə aparmağını istəyir, süni intellektə qarşı mübarizə aparmağını istəyir və istəyir ki, bir mənalı şəkildə övladı ona sübut etsin ki, mənim üçün xərclədiyin təhsilə pullar boşuna deyil, mən süni intellektdən ağıllıyam. Və bunu heç vaxt edə bilməyəcəyinə görə də belə bir ortada trajikomik bir vəziyyət alınır. Mübarizəni dayandırsa, əslində qəbul etsə insanımız, onunla paralel şəkildə irəliləsə, özünü də onunla paralel şəkildə inkişaf etdirsə, əslində nə qədər önəmli bir vasitələr olduğunu, nə qədər işimizi asanlaşdırdığını, ümumiyyətlə pul qazanma anlayışını nə qədər asanlaşdırdığını görə bilərik. Çünki nə iş görürsüz görün, onun sonunda günün sonunda bir məbləğ qazanmanız ki, həyatınızı davam etdirəsiniz. Çünki biz kapitalizmdə yaşayırıq. Təəssüf ki, Azərbaycanın təhsil sistemində kapitalizm bir fərq olaraq keçirilmir və Azərbaycan insanı hansı ki, sosializmdən çıxmış bir ölkənin vətəndaşları və onların hər gün sosializmin
gözəlliklərini təlqin etdikləri övladları, nəvələri bu gün kapitalizmi dərk etmir, kapitalizm rejiminin əsaslarını anlamır və çox adam da məcazi mənada desək, kasıb qalır. Bu həm maddi cəhətdən kasıb qalır, həm də mənəvi cəhətdən kasıb qalır. Oxumur, mütaliə etmir, pul qazana bilmir və s. Və bu da e, kapitalizmin en önemli problemlerinden biri olan veyahut da en önemli silahlarından, öldürücü silahlarından olan seçmeyi yani natural selection ortaya çıkardır. Yani kapitalizm budur ki yasak kalacaksınız ya da yoxa çıxacaqsınız belə deyək. Yəni itəcəksiniz, bazardan çıxacaqsınız. Bu reallığıdır kapitalizm. Yəni kapitalizm sərtdir, öldürür, insan gözünün yaşına da baxmır. Təəssüf ki, sosialist bir rejimdən çıxan, dediyim kimi, ölkə vətəndaşlarının övladları, nəvələri onlardan aldıqları təlqinlər sayəsində hansı ki, eyni düşünürlərsə, gətirib onların da günlük həyatlarını, belə deyək, rejimi bilməmək pis edir. Ən yaxşı dildə desək. Və ümumiyyətlə biznesin təməl anlayışını anlamır insanımız. Ümumiyyətlə nə olduğunu anlamır. Məsələn, Azərbaycan insanı niyə sualına cavab verə bilmir? Çünki burada kritik düşüncə önəmlidir. Niyə sualına cavab vermək? Və yaxud da Azərbaycan insanı advanced thinking edə bilmir, yəni daha yüksək səviyyədə yəni düşünə bilmir. Deep learning edə bilmir, dərin öyrənmə edə bilmir, mövzuya dərin yaxınlaşa bilmir, səthi yanaşır, internetdən eşitdiyi məlumatları e, növbəti şəxsə ötürür, hər hansı bir filtrdən keçirtmədən, e, yəni məhz yəni burada belə deyək də misleading anlayışını tətbiq etmir və sairə kimi belə baxın belə texniki bacarıqları tətbiq etməyən insanımız var zaten. Bu yaxınlarda qohumlarım mənə yəni zebraya dönüşən şir videosu göndərmişdilər biri və bildirmişdi ki artıq heyvanlar mutasiya edirlər. Bunu bu cür deməmişdi, elmi dildə deməmişdi, başqa cür ifadələndirmişdi və bu insan buna inanmışdı. İnanmışdı çünki həyatında heç nəyi filtrdən keçirtməyib bu insan. Bu insan məsələn xəbərlərin birinci dərəcədən filtrdən keçmədiyini bilmir. Bu insan eşitdiyi hər bir şeyə inanır və inanır ki, onu da tətbiq etməyə başlayır və bu çox qorxulu insan modelidir. Çox qorxulu insan modelidir və araşdırmayan, işin mahiyyətini öyrənməyən insanlar çox qorxulu insan modelinə çevirirlər. Bu necə olur primitiv olaraq uşaqlıqdan əli ilə vəli dava edir, bir qrup şəxs əlinin tərəfini tutur, bir qrup şəxs də vəlinin tərəfini tutur. Həmin qruplar əsasən əlinin tərəfdaşları, əlinin yaxınları, dostları, onunla bir çox zaman keçən insanlar və əlinin də tərəfdaşları eyni kimi özləri. Amma çox nadir hallarda bir insan əli və vəlinin qabağına qoyub onları dinləyib, sonda əgər tərəf tutmaq lazımsa ki, tərəf tutmaq yaxşı bir şey deyil, öz tərəfini seçir və çox-çox nadir hallarda bu baş verir və təəssüflər olsun ki, bu da xırda detal olaraq cəmiyyətimizin böyük zədalılığına gətirib çıxardır. Ona görə də süni intellekt bu texniki bilgiləri də artıq ortadan qaldırır. Yəni internetdə eşidilən hər bir məlumatı filtrdən keçirmək, müəyyən mənbələrdən oxumaq, müəyyən mənbələrin belə deyək, müəyyən mənbələrdən oxuya bilərsən, amma yenə də onlara inanmamaq, yenə də başqa mənbədən araşdırmaq, soruşmaq, bunlar çox önəmli detallara çevrilir müəyyən müddətdən sonra süni intellekt üçün və artıq bunu insan həyatında tətbiq etməyə başlayanda ə, əla bir şeylər ortaya çıxır. Yəni nənəmizdən, babamızdan eşitdiyimizi, nə bilim şirin dua elədiyini, nə bilim hər hansı bir canlının üzr istəyirəm. Yəni hər hansı bir canlının maşın sürə bilmədiyini, söhbət heyvandan gedir və sairə kimi şeylərə artıq real olmadıqlarının fərqinə varırlar. Artıq bilirlər ki, bu real kadrlar deyil. Artıq bunlar süni intellektlə düzəldilir və bu gün də 2-3 gün qabaq təsdiqlənən qanunların artıq həyatımızdakı rolu ki, artıq süni intellekt vasitələrindən körtəbii istifadə edənlər, süni intellekt vasitələrindən insanları aldatmaq üçün istifadə edənlər cərimələnəcək. Bu da bariz sübutdur ki, mənim danışdıqlarım elə bu məsələlər ölkədə, yəni dövlət tərəfindən də artıq narahat olunan məsələlərdir və bir yolla artıq bir cəmiyyət olaraq, xalq olaraq bunun qarşısını almalıyıq. Və sonda isə belə deyim ki, süni intellekt öldürmək üçün gəlməyib. Süni intellekt e, çox gözəldir və sizdən sadəcə və sadəcə yaradıcılıq tələb edir.
Və bu gün süni intellekt vasitəsilə siz belə deyim, əvvəllər bəlkə 5 ilə 10 ilə çatıla biləcək məlumatlara anlıq çata bilirsiniz. Sadəcə yaradıcılıq və onu makinasiyaya çevirmək həyatınızda, öz işinizdə, biznesinizdə. Əgər bir gün biz qorxsaq ki, bizim işimizi əlimizdən alacaq, bunu süni intellekt yox, süni intellekti istifadə edə bilən insanlar alacaq şu işlərimizi əlimizdən və bir zəhmət də alsınlar. Çünki mən real danışım sizə. Pandemiya dövründə bir kursda fəaliyyət göstərirdim, tədris kurslarının birində və orada mənə onlayn tədrisə keçid üçün bir iş təklif olunmuşdu ki, müəllimlərin onlayn tədrisə keçidi üçün təlimlər verməli idim onlara. Kompüter istifadəsi, planşet istifadəsi, dərs vaxtı planşetdə məsələn riyazi sualları göstərmə və s. Bir çox müəllimlə mən təlimlərdə olurdum və bəzən bu sualı eşidirdim ki, Turan müəllim, kompüteri necə yandırım? Bəli, bu müəllim 21-ci əsrdə bu sualı verirsə, təbii ki, onun iş əlindən alınmalıdır. Əlbəttə alınmalıdır, yəni mütləq alınmalıdır. 35 ildə eyni şeyi tədris edib, eyni fənni tədris edib sertifikasiyadan keçə bilməyən müəllimlər var. Ə, Təbii ki, onların da haqlı səbəbləri var kəsiləndə. Mən demirəm ki, hər şey mükəmməl təşkil olunur, amma keçə bilən də müəllimlər var. Yüksək ballarla da keçən müəllimlər var. Demək ki, Azərbaycandakı belə deyək, ə, təcrübə anlayışı da yanlış bir anlayışdır. Bizdə təcrübəli insan daha çox eyni işi illərlə görən insana deyirlər, amma divara 50 ildə belə vurun, divar dağılmayacaq, sizin əlinizə sınmayacaq. E, Yəni bu reallıqdır. Eyni şeyi görüb, eyni şeyi görüb də, eyni işi görüb tək fərqli nəticələr gözləmək özü də absurddur. Ona görə də daim inkişaf etmək istəyən insan və həyatına süni intellekti qatıb inkişaf etmək istəyən insanın işini əlini almağı qoyun qırağa, işi çox asanlaşıb. Su kimi asanlaşıb. Məsələn, mən bu təlimləri verirəm. Mənim kimi 50 dənə təlimçi var. Görə bilərsiniz özünüzdə internetdə. Bir gün onsuz da süni intellektdə, süni intellekt deyirəm, üzr istəyirəm. Sosial şəbəkədə şagirddən çox müəllim var, təlimə qatılandan çox təlimçi var. Yəni bu bu sayılar artıq həqiqətən də ə, yəni çox önəmli detallardır bunlar ki, bu gün biz elə bir sistem qura bilərik ki, bu təlimçilərin təlimlərinə qatıla bilər və inanın ki, işlərimizi elə avtomatlaşdıra bilərik ki, gecə yatanda da çox asan şəkildə pul qazana bilərik. Çox asan şəkildə. Dediyim kimi biz sosializmdən çıxmış ölkə olduğumuz üçün bizə uşaqlıqdan təlqin olunub ki, pul qazanmaq fiziki əziyyətlə düz mütənasibdir. Yəni nə qədər çox pul qazanacaqsınızsa, daha doğrusu nə qədər çox fiziki əziyyət çəkəcəksiniz, o qədər daha yaxşı yaşayacaqsınız və daha çox pul qazanacaqsınız. Yəni və ona görə də ə, bu bir mənalı şəkildə artıq qəbul etmək lazımdır. Kapitalizmin reallığını, süni intellekti həyatımıza daxil etmək lazımdır. Onu bir vasitəyə çevirmək lazımdır. Ondan sonra isə bunu bir maxinasiyaya çevirmək lazımdır. Yaxşı mənada söhbət gedir. Biznesə çevirmək lazımdır və yatanda da artıq xidmət göstərib pul qazanmaq lazımdır. Və bu ə, belə olduğu müddətcə heç kəs sizin işinizi əlinizdən almayacaq. Əksinə, siz çox xoşbəxt olacaqsınız ki, bu gün bu vasitələr var və mənim işlərim çox asanlaşdı. Fantastik dərəcədə asanlaşdı. İnsan isə özü bilərəkdən emosiya ə, özü istəyərək emosiyalarını itirməyə başlayıb. İnsan öz reallığından özü qaçır, özü öz belə deyək, düşüncələrini korlaşdırır və daha çox özünü belə deyək, materiallaşdırır. Və burada süni intellektin heç bir rolu yoxdur. Süni intellekt əksinə insana bəzən qırmızı alarm verməyi, yəni bacarır. Süni intellekt bizə statistikanı, reallığı göstərir. Bizə yalan danışmır və ə, bizə olduğunu göstərir. Süni intellektin statistikası bizə göstərir ki, Azərbaycan ürək damar xəstəliklərində dünya birincisidir. Azərbaycanda hər gün 47 ailə boşanır, belə deyək. 47 cütlük boşanır. Azərbaycanda statistik olaraq vəziyyət yaxşı deyil. Azərbaycanda təhsil səviyyəsi, təhsil normaları dünyanın top 100 ölkəsi arasında çox pis səviyyədədir. Bu statistik məlumatlar əslində insanımıza gözünü açır, inkişafı üçün böyük təkanlar verməliykən insanımız süni intellektdən qorxur. Yəni onu oyadan vasitədən qorxur. Və belə deyək, yəni
bir mənalı şəkildə biz istifadə edə bilməyəcəyimiz, həyatımıza yeni girən şeydən qorxuruq. Qorxu çox təbii hissdir. Qorxu insanın ən ibtidai instinktiv hissidir. İnsanlar dünyaya, yəni Homo sapiens və sairə kimi dövrlərdə belə, yəni odu, alovu, yəni kəşf edəndə belə ilkin olaraq toxunanda hər bir şey qorxu ilə yanaşırlar. Bu reallıqdır. Bu gün belədir. Bilmədiyimiz bir şey bizi qorxudur, ürküdür və təəssüf ki, biz bu qorxunu aşmaq özümüz istəmirik. Biz o qorxduğumuz şeyin üstünə getmək istəmirik. Əslində e, qaranlıqdan 10 gün qorxanda bir gündə özümüzü o qaranlığa salıb qapını bağlayıb bu sadəcə işıqsızlıq halıdır deyə bilsək, insan süni intellektdən qorxmayacaq və onu qəbul edəcək və günün reallığına çevirəcək. Çünki e, insan o vaxt qorxur ki, onun arxasındakı elmi, belə deyək, onun arxasında yatan reallığı bilmir. İnsan spekulyasiyalara inanır, qulaqdan dolma informasiyalara inanır, o sağdan soldan eşitdiyinə inanır. Onsuz da hər birimiz bir cür yaşayırıq, bir gün varıq, bir gün yoxuq, sabit deyilik canlı olaraq, yəni sabit qala bilmərik. Amöbdən tutmuş ən mürəkkəb canlılara qədər bir gün ölür. Bu canlılığın nümunəsidir. Belə baxsaq bizə aid də bir şey yoxdur. Mənim adım Turaldır, adımı valideynlərim qoyub Azərbaycanda doğulmuşam şans əsəri. Valideynlərimdən eşitdiyim dilləri imitasiya edərək bir neçə dili danışmağa çalışmışam, bu gün danışmışam. Fikirlərimlə əsasən cəmiyyətimizin fikirlərinə əsasən azdan çoxdan indi sürtülüb, daha fərqli şeylər düşünüb, amma orta statistik olaraq da biz cəmiyyətimizin bir güzgüsüyük və nümunəsiyik. O zaman güzgüdə baxanda mənim üz quruluşum, saçım, xəstəliklərim belə genetik götürülüb, mənə aid nə var ki onda? Biz buyuq, yəni bizim reallığımız budur. Amma bizə bizə özümüzə aid olan bir şey var ki, bu da bizim təfəkkürümüzdür. Bizi biz edən əslində şey budur. Və cəmiyyətə, insanlığa qoyub gedəcəklərimizdir. Bunlar təbii ki, mənəvi şəkildə, mən mənəviyyatından yəni bəhs edirəm. Primitiv olaraq məsələn pensilini yaradan, primitiv olaraq məsələn müasir texnologiyaları həyatımıza qatan insanlar, primitiv olaraq da belə deyək, xəstəliklərdən bizi qurtulmağımıza, əvvəllər adi qripdən belə milyonlarla insan ölə bilərkən, bu gün kiçik preparatlarla onu sağaltmağımıza səbəb olan insanlar, kiçik toxunuşlarla, heç onların bəlkə adlarını əzbər bilmirik, bəlkə yox, heç bilmirik. Amma bu gün həyatlarımızda çox böyük rolları var həmin insanların. Ki, varlıq olaraq buyuq. Ona görə də biz süni intellekti də belə qəbul etməliyik. Onlar süni intellekt həyatımıza biz insan olaraq qatmışıq ki, toxunuşlar etsin, yaxşı toxunuşlar etsin. Amma biz nə qədər onu qorxuyla bizi məhv edəcək, işimizi əlimizdən alacaq. Demək ki, biz özümüzdən qorxuruq. Demək ki, biz özümüzün fərqindəyik ki, biz bacarıqsızıq və bizim bacarıqsızlığımızı əlimizdən alacaq. İnsan inkişaf etdikcə, müəyyən şeyləri bacardıqca onun əlindən onu heç kəs ala bilməz. İnsan elm öyrəndikcə onun əlindən onun heç kəs ala bilməz və istər süni intellekt, istər hər hansı bir ondan daha üstün rütbəli, vəzifəli və s. kimi insanlar. Çünki dünya dəyişəcək, dünyaya bir yeni generasiya gələcək. 100 ildən sonra bu təlimdə iştirak edən insanlar, ətrafınızda, binanızda yaşayan insanlar, ümumiyyətlə gördüyünüz, küçəyə çıxanda sabah görəcəyiniz heç bir insan 99% həyatda olmayacaq. Yeni bir generasiya olacaq, amma dəyişməyən bir reallıq olacaq ki, bunu da mən yox vaxt ikən hardasa bir 900 il öncə Nizami Gəncəvi deyib ki, qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Və mən inanıram ki, insanlar elmlərini artdıqca ən böyük üstünlük də elə insanın üzərində qalacaq. Onun düzəltdiyi vasitələrin yox. Çox sağ olun qulaq asdığınız üçün, qoşulduğunuz üçün. Hər suallarınız varsa da buyurun verə bilərsiniz. Axşamınız xeyir. Sualım yoxdur da. Bu arada çox xoşuma gəldi fikirlər. Çox bəyəndim. Sanki mən düşünürdüm. Sanki mənim beynim idi, amma danışan siz idiniz. Çox sağ olun. Burada bu çox xoşuma gəlir. Niyə bizim kimi adamların sayının çox olması düşünürəm ki, artıq dəyişən bir şeyin olması deməkdir. Gələcəkdə yaxşı bir şeylər gözləyir bizi. Və mən sizin mast qrupunuzda varam. Mən primary teacher'am, mast teacher'am və dərslərdən birində bir şey demək istəyirəm. Siz orada niyə sualını vermir? Mən uşaqlara sadəcə təsadüfən cüt ədədlər, even numberlardan danışanda təsadüfən belə
Birdən döndüm dedim ki, bir proof eləyin görüm even number nədir? Onu mənə sübut eləyin görüm. Bir sübut eləyən var. İnanırsınız, bunu 6 sinifdə ard-arda elədim. Eyni 10-12 yaşlı uşaqların arasında. Mənə bir nəfər belə onu sübut eləməyi bacarmadı qəti şəkildə. Niyə? Çünki bizim uşaqlarımız niyə sualını vermir? Siz dediyiniz məsələ. Hazır məlumat alır. Bəli, 2 4 6 cütdür, bitdi. Mənə neçə ilin müəlliməsidir, ən azından məndən bir 10 il, 15 il çox təcrübəsi olan ibtidai sinif müəlliməsi deyir ki, görürsüz deyir Cambridge sizə nə yaxşı şeylər öyrədib, siz uşaqlara niyə öyrədirsiniz? Müəlliməyə deyirəm ki, bunu mənə Cambridge öyrətməyib. Mən müəllim olaraq bunu öyrənmişəm. Cambridge mənə bunu öyrətmir. Cambridge vaya öyrətmir. Bunu müəllim olaraq biz verməliyik. Və uşaqların mənə geri dönüşü bilirsiz nə şəklində oldu. Ay müəllimə, siz elə qəribə-qəribə şeylər deyirsiniz ki, cütdür də, nə dəxlisi var ki, cütdür, şo. Və Təəssüf onu ki, sübut eləyəndə, izahını verəndə onlar belə üzümə elə qəribə baxdılar ki, torda nə cüt fıtda, hə, yarıya bölünür, iki dənə bərabər pisiyə bölünür, olur cüt. Ən bəsit bir şeydən, ən bəsitidir də, yəni bu. Bizdə uşaqları bütün, mən böyük uşaqlarla da işləmişəm. Mən adicə çönüb kvadrat tənlik niyə kvadratdır? Niyə Vivet teoremi niyə var? Ümumiyyətlə bu nədir? Hələ mən bir dəfə olsun onun cavabını ala bilməmişəm. Halbuki misal üçün o uşaq abituriyentdir və 11-ə hazırlaşır. Bir dəfə olsun mən hələ onun cavabını ala bilməmişəm və uşaqlara görə həmişə mən belə deyim də bəzən müəllim vaxt alan sual verir. Müəllim siz hər dəfə belə sual verirsiniz, amma məsələ o deyil. Niyəni başlamağa çalışıram ki, öyrəndiyimizə niyə deyək. Və süni intellektlə bağlı da bunu deyə bilərəm ki, danışdıqlarınızda hər şey o qədər yerinə nöqtə atışı idi ki, və süni intellektdən qorxanlar, mən həmişə deyirəm ki, bizə ilk öncə kitabxanalar verilmişdi. Einstein atomu kəşf elədi. Yəni atomdan törədi bir şeylər, nüvə reaktorları, nələr. Oppenheimer da atom bombasını hazırladı, atdı. Nəticə olaraq sən necə istifadə edəcəyindən asılıdır və sonra Google yarandı necə istifadə edəcəyimizdən və bu gün də süni intellekt yaranıb. Sən necə istifadə eləməndən asılıdır bu. Kimsə sənə demir ki, sən bunu get nə elə. Azərbaycan kimi bir yerdə bəli müxtəlif şəkilləri fotomontaj elədilər. Bugünkü günümüzün reallığı. Başqa Google kimi olan böyük platformalarda isə 13 yaşında, 14 yaşında uşaqlar bugün milyonlar qazanır adi promptlar yazmaqla və inkişaf eləməklə. Və bu da burada da ondan razıyam ki, bu da bizim beynimizin, zehniyyətimizin dəyişməli olduğunu göstərir. Bu qədər. Təşəkkür edirəm. Fikirləriniz çox önəmlidir. Çox sağ olun. Çox sağ olun, minnətdaram mən də sizə. Haqlısınız təbii ki. O niyə sualına gələndə isə bir daha qeyd edim. Siz ən mürəkkəb versiyasını demisiniz. İstəyirsinizsə gedin sabah sinifinizdə bir uşağı qaldırın, soruşun ki, adın nədir? Desin ki, məsələn, Orxan, sual verin ki, niyə? Yəni ən azı bir 15 dəqiqə fikirləşəcək. Çünki biz primitiv olaraq, yəni filtrdən keçməyən məlumatlara inanan bir cəmiyyət halına gəlmişik. Azərbaycanda gedək 500 insandan soruşaq ki, Newton kimdir? Deyəcək ki, başına alıma düşən şəxs. Amma halbuki reallıq nədir, filtr nədir? Həyatda bu qədər vasitə əlində baxın, cihazları var, kompüteri var, planşeti var, telefonu var, ən sürətli vasitələri var. Bir dəfə Google-da axtarmayıb ki, həqiqətən Newtonun başına alma düşübmü? Belə bir hadisə baş veribmi? Axtarsa görəcək ki, xeyr, Newtonun başına alma düşməyib. Newtonun qarşısına alma düşüb və düşdüyü üçün də bu sualı verib. Alma yerə düşürsə ay niyə düşmür? Və buna olaraq da qravitasiya qüvvəsi və sairə kimi artıq mürəkkəb fizika mövzularını, riyaziyyat mövzularının üzərində işləməyə başlayıb. Bu ani bir kəşf deyil. Bu sadəcə onu motivasiya verən və onu belə deyək, onun həyatında boom nöqtəsi olub və bundan sonra illər ərzində riyaziyyat və fizika üzərində elmi işlər yazıb. İnsanımız bizim filtrdən keçməyən məlumatları sevir. Bir mənlı şəkildə məsələn mənə gəlir, mən sizə deyirəm ki, tutaq ki, Əli bəy, xahiş edirəm, müdirə bildirə bilərsinizmi ki, mən sabah işə gəlməyəcəm. Əli bəy gedib deyir ki, Tural bəy xəstədir, sabah işə gəlməyəcək. Bax, bu reallığımızdır bizim. Mən körtəbii şəkildə dedim. Bizim insanımız belə deyək də, ona görə də biz qorxuruq. Süni intellekt bizi öldürəcək. Öldürəcək təbii ki, çünki inkişaf sözünün i hərfindən xoşumuz gəlmirsə, nə ki süni intellekt yəni? Süni intellekti qoyaq insanlara. Gün əmək bazarında belə bizim alışdığımız nə idi? Alışdığımız o idi ki, məktəb direktoru illərin təcrübəli müəllimi olmalıdır falan peşməkan. Xeyr, bu gün bir imtahanla cavan kadrlar məktəb direktoru olur. Yerləşmə ilə bitdi. 35 ilin direktorunu çıxardıb atırlar, qırağa qoyurlar bir 25-26 yaşında cavan kadrın. İmtahanlardan keçib sertifikasiyası var, bitdi. Yəni bu stereotipləri artıq beyindən qırmaq lazımdır. İnkişafa meyilli olmaq lazımdır. İnkişafın yaşı yoxdur. Mən 50 ilin müəllimiyəm, gedib kitab oxuyacağam. Mən 35 ilin bərbəriyəm, gedib tez
öncədən nə söylənəcəm, mən neyin nəyiyəm deməklə artıq bu dövr deyil. Bu dövrün bugünü və sabahı fərqlidir. Bugünün interneti ilə sabahı fərqlidir. Bu gün yuxudan oyanırıq, görürük ki, sabah başqa bir vasitə çıxıb. Yəni biz bunları görməyə kör oluruqsa, təbii ki, süni intellekt də bizi hər şeyimizi əlimizdən alacaq. Təkcə işimizi deyil. Başqa sual vermək istəyən varmı? Salam Tural bəy, axşamınız xeyir. Salam. Sizin direkt nədir? Süni intellekt insan tərəfindən, təbii ki, intellekt, biz bunu əslində təlimin öncəsində danışdıq. İnsan tərəfindən düzəldilən bir intellekt növüdür. Bunun düzəldilmə mexanizmi isə bəsit dildə izah edim, belədir. İnformasiya, böyük kütlədə informasiyalar internetdən, bazalardan, databazalardan götürülür və LLM-lərə ötürülür. Belə deyək, artıq belə neural network qurulur orada. Yəni neural bir əlaqə, şəbəkə qurulur və başlanılır öyrədilməyə. Bir mexanizmə, kompüterə, belə deyək, bir beyinə siz başlayırsınız ki, bu budur. Fransanın paytaxtı Parisdir. İngiltərənin paytaxtı Londondur. Belə. Və sonra başlayırsınız bu məlumatları soruşmağa. Fransanın paytaxtı haradır? O bildirir ki, Londondur. Səhvdir deyirsiniz. Və burada biz bir çox indi mexanizm var arxasında. Mən çox adi şəkildə izah etməyə çalışıram. Və insan bildirir ki, səhvdir. Fransanın paytaxtı London deyil, Parisdir. İndi yenidən soruşur. Fransanın paytaxtı haradır? Parisdir. Haradır? Parisdir. Və bu qalıcı hala gələnə qədər süni intellektin bu train olunur. Buna deyirlər süni intellektin train olunmağı. Yəni biz həyatda necə məlumat, necə intellekt sahibi olmuşuqsa, o olma mexanizmini süni şəkildə bir aparat üçün yaratmışıq və dayanmadan ora məlumat ötürüb o bazanı təkmilləşdirib və bugünkü hala getirmişik. Yəni eyni cür, eyni məsələ şəkillərdə də olur, videolarda da eyni məsələ odur. Necə dəyişdirir insanların həyatını? Müsbət şəkildə dəyişdirir. Bu gün süni intellekt vasitəsilə artıq algoritmlərinizi özünüz tənzimləyə bilirsiniz. Süni intellekt vasitəsilə bir çox işinizi asanlaşdıra bilirsiniz. Hələ primitiv mən özüm müəlliməm, müəllimlikdən götürək. Milyonlarla ev tapşırığı düzəlt, test düzəlt, nə bilim onu yoxla. Bunu elə artıq 2 vur 2-yə çevrilib. Artıq 5 dəqiqəmizi alır. Görün nə qədər insan həyatına müsbət təsiri var. Bizə ən önəmli şeyimizi, zamanımızı qazandırır. Biz bu gün ola bilər ki, cavan yaşımızda birimiz 10 manat, birimiz 15 manat, birimiz 55 manat qazana bilərik. Amma qazana bilməyəcəyimiz bir şey var, o da gedən zamanımızdır və bunu bizə qazandırır. Əvvəl 10 saat əziyyət çəkdiyimiz şeyi bizə artıq belə deyək 1 saata, 2 saata etdirir və bu da təbii ki, bizim həyatımıza müsbət geri dönüş olur. İnsanla süni intellekt arasında ən önəmli fərq emosiyadır. Emosiyadır və bir də insan və süni intellekt ümumiyyətlə məncə müqayisə edilə bilməz. Biri birinin yaratdığı bir şeydir, əlində olan bir şeydir və yəni biz onu yaradarkən, insanlıq adına onu yaradarkən ona bir emosiya bəxş edə bilmərik. Bu biz fiziki olaraq mümkün deyil. Yəni mümkün deyil ki, ona biz bir emosiya aşılayaq. Dediyim kimi onun üçün fiziki beyin, kimyəvi maddələr, yəni insan da özü də emosiyası nədən ibarətdir? Kimyəvi maddələrdən ibarətdir. Yəni bu gün insan var ki, qolunu hiss etmir, qaynar su tökün, onu hiss etməyəcək. Yoxdur orada hər hansı bir hissiyyat, bir növ yoxdur orada. Eyni şey, növsüz, sinir sistemsiz bir canlı olmayan intellekt növü. Təbii ki, fərqimiz də budur. Bu sualı da əslində cavabladıq. İşlərini əvəz edə bilərmi? Bəli, bilər. Texniki tərəflərini edə bilər, yox artıq edib. Artıq hal-hazırda 100 milyondan çox dünya üzərində süni intellekt aktiv istifadə olunmağa başlandan bəri insanlar işlərindən yəni ixtisarlar olub. Amma onun bir 5də 1-i qədər də yeni pozisiyalar yaranıb və artıq o pozisiyalar üçün insanlar artıq özləri üzərində işləməli və o pozisiyalara sahib olmalıdırlar. Yəni mümkün qədərlə artıq daha yaradıcı olmaq lazımdır. Hansı sahələrdə kömək edir insanlara? Daha çox təhsil sahəsində kömək edir. İnformasiya baxımından öyrətmək sayəsində kömək edir. Tibbi sahədə də bir çox köməklikləri olur. Artıq primitiv şeyləri insanlar əvvəlcədən öyrənib daha sonra həkimə gedə bilirlər. Bu çox yaxşı bir şeydir. Günlük həyat problemlərini aradan qaldırmaqda kömək edə bilirlər. Artıq insanlar özləri öz işlərini görməyi bacarırlar. Belə deyək, süni intellektlə. Bu çox yaxşı bir şeydir.
Və belə deyim, ən önəmli hissə də məncə elə budur ki, insanlara artıq kiçik şeylər üçün kiminsə yanına qaçmamağı, yəni özləri bunları həll edə bildiyini öyrədib. Bu çox gözəl bir şeydir. İnsan kimi düşünə bilməz. Çünki süni intellekt düşünə bilmir ümumiyyətlə. Düşünmə insana məxsus bir şeydir. Süni intellekt düşünmür. O məlumat bazasını tarayır və oradakı ona öyrədilən məlumatı ortaya qoyur. Məsəl üçün mən bu gün öyrətsəm ki, süni intellektə bu belə deyim, bu telefon deyil, bunun adı belə printerdir. Dayanmadan öz üçün yaratdığım süni intellektə bunu printer öyrətsəm, bu printer deyəndə bunun haqqında məlumat, geniş məlumat verməyə başlayacaq. Çünki o düşünə bilmir, o öz bazasını axtarır və ona görə də dediyim kimi düşünmə, məna çıxartma, bunlar emosional daha çox bacarıqlardır deyə. Ona görə də süni intellekt bunları edə bilmir və heç vaxt da yəni bunu edə bilməyəcək ki, o fiziki forma almasa, ona bir sinir sistemi qoyulmasa və o maddələr onun sinir sistemi vasitəsilə digər yerlərinə ötürülməsə belə bir şey mümkün olmayacaq. İnsan yaradıcılığı süni intellekt nədir, yaradıcı da deyil, bu arada biləsiniz. Onun düzəltdiyi şəkil və videolarda internetdə olan məlumatlara əsaslanır. Məsələn, siz süni intellektə bildirsəz ki, mənə bir dolu qədəh, ağzına qədər dolu qədəh şərab görsət, o yenə yəni yarım qədəh şərab göstərəcək sizə. Bunun səbəbi internetdə dolu qədəh şərabın olmamağıdır. Yəni bazı olaraq internetdə istifadə olunan məlumatları yəni götürdüyü üçün, yəni bir növ süni intellekt belə deyək, yəni hər hansı bir yaradıcılıq nümunəsi göstərmir bizə. Bəli, bu gün Gemini-ın falan düzəltdiyi şəkillər bizə fantastik görsənir. Təbii ki, videolar falan, o nə möhtəşəm yaradıcılıqdır. Amma əslində o yaradıcılıq nümunəsi deyil, yaratmır. Data bazasında olmayan bir şey edə bilməz süni intellekt. Ona görə də o ABC-ni sadəcə mükəmməl şəkildə yəni bir yerə getirir və belə, yəni bu qədər. Bundan o tərəfi deyil süni intellekt. Yəni süni intellekti çox da qorxucu bir şey kimi görməyin. Özümüz yaratmışıq və özümüz də təkmilləşdiririk. İşimizə yaramayanda başqa yerə çevirəcəyik belə deyim. Necə ki, internet insanlar üçün yaranmamışdı. Əslində Amerikada gizli hərbi sirləri, belə deyək də, bir-birlərini hərbiçilərlə ötürmək üçün yaranmışdı. Sonradan qlobal istifadəyə çevrildi. Yox, insanları öldürmək üçün tövsiyə verməyib. Belə deyək, gedin özünüzə. Süni intellekt heç vaxt belə şeylər edə bilməz, tövsiyə verə bilməz. Süni intellekt heç vaxt deyə bilməz ki, gedin özünüzü öldürün. Süni intellekt heç vaxt deyə bilməz ki, məsələn ki, mən şeyəm, yəni sənin vəziyyətin yaxşı deyil, bunu et, cinayət et və s. falan. Bunlar databazaya yüklənmir. Belə bir treyninq baş vermir. Bunlar legal treyninqlər deyillər və heç vaxt da yəni süni intellektə belə şeylər öyrədilə bilməz. Amma qalanda ki, insanın özünü öldürməyə, orada yəni bəli, süni intellekt səbəbindən özünü öldürənlər var. Sizin dediyiniz third party süni intellekt proqramlardır. Third party nədir? Məsələn, rəsmi şəkildə olmayan süni intellekt vasitələri var. Hansı ki, özünüz də görə bilərsiniz internetdə. Girirsiniz Play Store-dan, App Store-dan yükləyirsiniz ki, nə bilim, sırf həkimdir və yaxud da dil öyrədir, ingilis dilini müəllimlə öyrən. Bunlar böyük şirkətlər tərəfindən ortaya atılmayan, yəni mobil tətbiqlərdir. ChatGPT, Gemini və s. kimi vasitələr deyil. Başqa istifadəçilər düzəltib, mən düzəltmişəm, qoymuşam adın məsəl üçün Ela və o sırf Yapon dili öyrədir, misal çəkək. Mən onu elə treyn eləmişəm. Bəlkə orada demişəm ki, söysün, təhqir etsin. Mən belə treyn elədiyim üçün o da edir. Bu proqramlardan da ki, istifadəsi zaten illegaldır. Ona görə də emosional cəhətdən də zəif insanlar, psixoloji cəhətdən zəif insanlar təbii ki, belə proqramlarla söhbət edərək həyatlarına qəsd edə bilərlər. Bu da artıq süni intellektin problemi deyil. Həmin o şirkətin problemidir. Onları treyn edən şirkətin problemidir. Başqa sual olan var? Görünür yoxdur. Başqa sualı olan. O zaman yavaş-yavaş yekunlaşdıra bilərik, düşünürəm. İlk öncə də, məni dəvət edən, bugün burada olmağıma səbəb olan
Hər bir kəsə təşəkkürümü bildirirəm. Həmçinin də siz dəyərli insanlara ki, həftə sonu vaxtınızı ayırmısınız, buradasınız, bizimləsiz və öyrənmək, özünüzü inkişaf etdirmək məqsədiniz var və bu məqsədinizdən qəti şəkildə dönməyin. Çünki başqa yolunuz yoxdur. Bu gün başqa yolunuz yoxdur. Sabahı fərqli olan bir dünyada yaşayırıq və hər gün öyrənmək, hər gün yeni şeylərə açıq olmaq, yəni çox önəmli bir şeydir. Yeniliklərə açıq olmaq yaxşı bir şeydir və bu hələ bizim yəni gələcəyimizi təyin edir, necə olacağını təyin edir. Xoş idi burada olmaq. Çox sağ olun, minnətdarım qatıldığınız üçün. Növbəti təlimlərdə görüşərik. Özünüzə müğayət olun. Sağ olun. Biz də maarifləndirici təlim üçün Tural bəy sizə təşəkkür edirik və bütün iştirakçılarımıza dinlədikləri, vaxt ayırdıqları üçün öz minnətdarlığımızı bildiririk. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın, sağ olun.